Bağlı insansınız. Dindən Namaz, qorxuram. Mənə böyük imkan oruç. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcək. Hətta bəli. Niyə? Mən ən Dinə böyük mi inanmırsınız, dindarlara mı inanmırsınız? dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki siz? Aldadırlar. Siz haram, dindarlar hara? Yəni harda İş çatışır? birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verirəm. O həmən o şəhid ailəsi deyilsən Allah'ınıb. Həmən onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Ya Allah kömək ol. İndi onu gətirib heç mən deyər. O müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Səni alladan adamın kim də alladı? Prokuror da alladı, hüquqşünas da alladı. O Bismillahirrahmanirrahim. Bəli. Bəs o adamlar da gəlir mənim üstümə. Deyirəm, siz biz dini dövlət deyilik. Siz onu Bismillahirrahmanirrahim, Allah kömək ol deyəndə, bəs bilmirdiniz bu qanunsuzdur, düz deyil. Bəs sən hüquqşünassan, sən müstəntiqsən, sən yuristsən. Amma Azərbaycanda son illər dindarlıq çox geniş yayılıb, bilirsiniz yəqin ki. Yəni oruç tutanların sayı O da artır, həccə gedənlərin. ən böyük təhlükədir. Təhlükədir? Bəli. Niyə elə düşünürsünüz? Mən elə düşünürəm. Onlardan dindən dövlətə qarşı, insanlara qarşı istifadə edirlər. Biləsiniz bunu. Amma bizim təhlükəsiz xidmətimiz vardı. Onlar onları aşkarlayır, agentini də olsun. Bilirsən, onlar da kimisə balasıdır. Beyinlərini zəhərləyirlər qızım. Pulla, parayla. O qədər zəhərləyirlər, o qədər inandırırlar. İnsanların hamısı indəki çox zəifdir. Siz məsələn oruç tutub namaz qılırsınızmı? Yox. Ümumiyyətlə heç bir dini ritualı yerinə yetirmirsiniz də. Yəni özünüzün daxili inamınız fərqlidir, hə? Efir Ersoyun bir su gətir, təzədən bir çay gətirərdiniz. Var, Allah'a inanıram. Bəli. Yaradana inanıram. Vəssalam. Və övladlarınız, yaxın ətrafınız, onların arasında məsələn hicablılar olsun, başını bağlayanlar, dinə tapınanlar. Yoxdur. Yəni sizin ailənizdə ümumiyyətlə bu xətt daha... İcazə də vermərəm. İcazə də verməzsiniz. Niyə məsəl üçün? O axı kimsə şəxs istəsə... Bir gün siz təsəvvür eləyin ki, köməkçi deyir ki, yanınıza bir dindar qadın gəlir. Mən onlardan bir ehtiyat edirəm. Deyirəm ki, yoxla gör bir hər şey bu. Sonra qadın başından açıb oynayır, aynı kilipsələr. Deyirəm, bu nədir? Deyir, bu simbolikdir. Deyirəm, elə ona görə mən qorxuram da.